Salam, hər vaxtınız xeyir. Trigonometrik funksiyalardan tangens x və kotangens x funksiyaları və onların xassələri yarımbaşlığı ilə davam edirik. Baxaq birinci suala. Birinci sualda verilib ki, alfa birinci rübün uzağıdır. A bərabərdir tangens alfa və B bərabərdir sinus alfa. Ədədlər arasında münasibətlərdən hansı doğrudur? Bunu bir neçə üsulla müqayisə edə bilərik. Tangensi sinus böl kosinus şəklində yazıb müqayisə edə bilərik. Belə də müqayisə eləmək mümkündür. Vahid çevrə üzərindən. Deməli, bu olsun bizim vahid çevrə və bu da olsun radius. Radius 1'dir. Aydın məsələdir ki, burada alfadır. O zaman buradan bura bir hündürlük indiririk. Buraya yazaq x, buraya yazaq y. Buranın deməli tangensi nəyə bərabərdir? Yəni a bərabərdir tangens alfaya. Bu da bərabərdir x bölək y-ə. B nəyə bərabərdir? Sinus alfaya. Sinus nəyə bərabərdir? X bölək 1'ə. X bölək 1'ə. Deməli, sürətlər görürsünüz ki, burada bərabərdir. Aydın məsələdir ki, sürətlər bərabərdir. Və y katet olduğundan y 1'dən kiçikdir. Və məxrəci y digərində də 1'dir. Y 1'dən kiçikdir. Biz də bilirik sürətləri bərabər, məxrəci kiçik olan daha böyük olmalıdır. Onda belə çıxır ki, a b-dən böyükdür. Cavab olur A variantı. Sonra baxaq ikinci suala. Funksiyanın əsas dövrünü tapın. Tangens x funksiyası və kotangens x funksiyasının dövrü. Buradan yazım elə bizə çox lazım olur. Tangens kx yazaq. Tangens kx'in əsas dövrü pi bölək modulda k'dır. Onda tangens 5x plus 3'ün əsas dövrü pi bölək 5 olur. Cavab olur C variantı. Sonra baxaq üçüncü suala. Əsas dövrünü tapın. Yenə eyni sualdır. Yazırıq pi bölək. Burada k'mız 4'də 3'dür. Deməli 4'də 3'ə bölürük. Bu da tərsinə çevirir. Olur 3'də 4 pi. Cavab olur D variantı. Sonra baxaq dördüncü suala. Bunun da əsas dövrü olur pi bölək 5. X'in qarşısında duran 5'dir deyə. Cavab olur pi bölək 5. E variantı. Sonra 5-ci sual. Funksiyalardan hansı ikinci rübdə artandır? Aydın məsələdir ki, kotangens bütün rüblərdə azalır və tangens də bütün rüblərdə artır. İkinci rübdə artandır dediyinə görə elə tangens x-in özünü götürə bilərik. Tangens bütün rüblərdə artan funksiyadır. Sonra baxaq funksiyalardan hansı dördüncü rübdə azalır? Kotangens x funksiyasıdır ki, bütün rüblərdə azalır. Eləcə də bunların tərkibində dördüncü rübdə gedir. Ona görə 6-cı sualda da cavab olur C variantı. Sonra 7-ci suala baxaq. Funksiyanın ən kiçik qiymətini tapın. 7-ci sual. Y bərabərdir 2 tangensin kvadratı 3. 2 çıxaq 5. Ən kiçik qiymətini istəyir bizdən. Biz bilirik ki, tangensin kvadratı 3x'in ən kiçik qiyməti 0'dır. Ən böyük qiyməti də sonsuzluqdur. Ən kiçik qiymət istədiyinə görə yerinə 0 yazsaq, alarıq 2 vuraq 0 çıx 5. Bu da eləyir -5. Cavab eləyir E variantı. Eləcə də 8-ci sualda da kotangens kvadratı 2x'dən söhbət getdiyinə görə yerinə 0 yazsaq, alarıq 4'də 1 vuraq 0 üstə gəl 4. Bunun da ən kiçik qiyməti 4'ə bərabərdir. Cavab olur B variantı. Sonra baxaq 9-cu suala. Bərabərliyini ödəyən A parametrinin bütün mümkün qiymətləri çoxluğunu tapın. Deməli, tangens 5x minus pi bölünsün 4 bərabərdir kök altında a kvadrat çıx 5a üstə gəl 6. Aydın məsələdir ki, sol tərəf, yəni tangens mənfi sonsuzluq, müsbət sonsuzluq ola bilir. Amma bizdə burada ikinci dərəcədən hesabi kvadrat kök verdiyinə görə sağ tərəf 0 müsbət sonsuzluq olanda doğrulur. Bərabərliyini ödəyən, yəni bu ödənməsi üçün bərabərliyin sol tərəfi sıfırdan müsbət sonsuzluğu olmalıdır. Bu da ola bilir. Nə vaxt olmalıdır? Bərabərliyin
sağ tərəfi öz təyin oblastında 0 müsbət sonsuzluq olur onsuz. Yəni a kvadratlıq 5a plus 6 böyük bərabər 0 olmalıdır. Yəni bu şərt daxilində bizim verilmiş bərabərlik həmişə doğru olur. Bunu həll etsək, kökləri 3 və 2-dir. Koordinat sistemi çəkirik, daha doğrusu x ox çəkirik, üzərində qeyd edirik 2-ni və 3-ü. Aralıqlara bölürük, bura mənfi, bura müsbət. Bizə lazımdır müsbəti, olur mənfi sonsuzluqdan 2-yə kimi və birləşir 3-dən müsbət sonsuzluğa kimi. Cavab olur C variantı. Yəni bir sözlə bərabərliyin sağ tərəfi öz təyin oblastında təyin olunsun ki, nə qiymət alırsa alsın, tangens onsuz da mənfi sonsuzluq, müsbət sonsuzluq olduğuna görə ona bərabər olur. Sonra baxaq 10-cu suala. Ədədləri üçün doğru münasibəti müəyyən edin. A bərabərdir mənfi sinus 178 yazıram. Sinus tək funksiyadır deyə mənfisini çölə yaza bilərik. B də bərabərdir tangens 195 dərəcə. Mənfi sinus 178-i çevirək. Sinus 178 dərəcə ikinci rübün bucaqdır. İkinci rübdə sinus müsbətdir. Onda olur sinus 180-dən 178-i çıxanda 2. Tangens 195 dərəcə. Tangens 195 dərəcə üçüncü rübün bucağıdır. Üçüncü rübdə tangens mənfi qiymət alır. Onda olur mənfi tangens 180 də çıxanda qalır 15 dərəcə. Deməli bizə lazımdır sinus 2 və tangens 15 dərəcəni müqayisə etmək. Daha doğrusu tangens 3-cü rübə düşür. Bu 3-cü rübdə müsbətdir. Bunu silim, düzəldək müsbətdir. Heç bizdən də variantlara baxsaq bunların müqayisəsini istəmir. Yəni işarələri lazımdır. Aydın məsələ ki bu kiçikdir 0-dan, bu da böyükdür 0-dan. Onda A kiçik 0, B böyük 0 cavab olur C variantı. Yəni sadə bir sualdır, mürəkkəbləşdirməyə gərək yoxdur. 11-ci suala baxaq. Hansının qiyməti mənfidir? 11-ci sual. Birincidə deyir ki, tangens 3. Yəni tangens 3'ü vururuq 57 dərəcəyə. Radiandan dərəcəyə keçirik. Bu deyilir tangens 171 dərəcə. Tangens 171 dərəcə. 171 dərəcə ikinci rübün bucaqdır və ikinci rübdə tangens mənfidir. Kiçikdir 0. Deməli birinci mənfidir. Sonra tangens 3pi. İkinci tangens 3pi. Bu da bərabərdir 2pi. Bunun dövrünü turluyuruq və yaxud da ki dövrü pi deyək. 3pinin hamısını turlaya bilərik. Qalır tangens pi. Tangens pi'də də biz bilirik ki 0 alır. Yəni bu işarəsi yoxdur. 0'ın işarəsi təyin edilməyib. Sonra 3-cü 3'də də eyni şeydir. Tangens pi'dir 0'a vuranda yenə 0 eləyir. Bizə və 2 ilə 3 lazım deyil. Sonra 4-cü 3 dərəcə birinci rübün bucağıdır və birinci rübdə tangens müsbətdir. 333 dərəcə. 333 dərəcə 270-dən böyük, 360-dan kiçikdir deyə 4-cü rübə düşür. Və 4-cü rübdə də tangens mənfi qiymət alır. Deməli bizə lazımdır 1 və 5. Görək variantlarda 1 və 5 harda verilibdir? 11-ci sualda cavab olur E variantı. Sonra baxaq 12-ci suala. 12-ci sual. Funksiyalardan hansının təyin oblastı budur? Fikir verin, x pikalardan fərqlidir. X pikalardan fərqlidirsə bu kotangens x'in təyin oblastıdır. Digəri isə pi bölü 2'lərdən fərqli olan tangens x'dir. Cavab olur burada da D variantı. Sonra baxaq 14-cü suala. Verib ki tangens x, mörtəzədə də sinus x. Funksiyasının təyin oblastını tapın. Deməli 14-cü sual. Y bərabərdir tangens sinus x funksiyası təyin oblastını. Bunu belə fikirləşə bilərik. Bu sinus x funksiyası tangensin arqumentidir. Yəni buradakı sinus x tangensin arqumentini nələrə almalıdır? Deməli kiçikdir pi bölü 2 üstəgəl pi k. Böyük olmalıdır mənfi pi bölü 2 üstəgəl pi k'lardan. Yəni bir sözlə mənfi pi'nin yerinə 3,14 yazanda 2'yə də böləndə eləyir 1,57. Üstə gələk 3,14 k'lar kiçikdir
Sinus x, bu da kiçikdir. 1 tam %57 üstəgəl 3 tam %14k. Sinus x 1 tam %57 və mənfi 1 tam %57-dən onsuzdakı o aralıqda yerləşir. Biz bilirik ki, sinus x mənfi 1 və müsbət 1 parçasında yerləşir. Mənfi 1 də bu aralıqdadır mütləq şəkildə. Onda belə çıxır ki, buradakı x sinusun öz təyin oblastında nə alırsa alsın, yəni buradakı x biz bilirik ki, nə alırmalıdır? Mənfi sonsuzluq, müsbət sonsuzluq. Nə qoyursaq qoyaq bu aralıqda mənfi sonsuzluq, müsbət sonsuzluqdan sinus mənfi 1, müsbət 1 qiymətləri alır. Və bu da tangensin təyin oblastını yəni heç bir şəkildə pozmur. Cavab olur burada mənfi sonsuzluq, müsbət sonsuzluq. 15-ci sual da eyni tip sualda. Burada da cavab mənfi sonsuzluq, müsbət sonsuzluq olur. Yəni kosinusun təyin oblastı da biz bilirik ki, mənfi sonsuzluq, müsbət sonsuzluq, qiymətdə mənfi 1, müsbət 1-dir sinus kimi. Sonra baxaq 16-cı suala. Funksiyalardan hansı təkdir? Funksiyanın tək və cütlüyünü biz funksiyalar dərsində öyrənmişdik ki, f mənfi x bərabərdir mənfi fx olurdursa, bu olurdu tək. Əgər f mənfi x bərabərdir elə müsbət fx olurdursa, bu olurdu cüt. Və trigonometrik funksiyalardan da biz bilirik ki, yeganə kosinus x funksiyasıdır ki, cüt funksiyadır. Yəni bir sözlə kosinusun iştirak elədiyi yerlər cüt olacaqdır. Deməli bu cütdür. Sonra C variantı bu da cütdür. Sonra D variantı bu da cütdür. B variantı bu da cütdür. Yerdə qalır E variantı. Cavab olur E variantı. Yəni sinusun tərkibində baxın yazıram onu buradan. Sinus mənfi x. Belə yazdıqda bu mənfini əvvəlcə bura atıb, sonra çöldəki sinusa görə daha da çölə tullaya bilirik. Sonra baxaq 17-ci suala. Hansı cütdür? Yenə kosinusları tullayaq geçsin. Deməli, daha doğrusu tullanmırıq. Kosinus cütdür deyək. Burada cütü istəyir axı bizdən. Elə burada kosinus olanı götürürük. Cavab olur C variantı. Çünki kosinus cüt funksiyadır və mənfini çölə tullamır. İçərisində müsbətlə əvəz eləyə bilirik. Sonra baxaq 18-ci suala. Funksiyalardan hansı 4-cü rübdə azalandı? Biz bilirik ki, bayaqki sualın deyəsən təkrarıdır bu. 4-cü rübdə azalması kotangensə xasdır. Və yaxud da ki, kotangens bütün rüblərdə azalır deyə, elə 4-cü rübdə də azalır deyə bilərik. Sonra baxaq 19-cu suala. Hansı birinci rübdə artandır? Birinci rübdə artan ümumən tangens x funksiyası bütün rüblərdə artır. Və biz də bilirdik ki, birinci rübdə artan funksiyalardan biri də sinus x funksiyasıdır. Sinus x funksiyasıdır ki, 1 və 4-cü rüblərdə artırdı. Deməli, 1 və 2-ni qeyd edirik. 19-da cavab olur A variantı. Sonra baxaq 20-ci suala. Funksiyasının əsas dövrünü veribdir. Sonra m plus n ən kiçik qiymətini istəyir. Bunu necə yazırıq? Deməli, 20-ci sual. F2 bərabərdir 2 kosinus m çıx 3x üstəgəl 2. Bunun dövrü nəyə bərabərdir? Kosinusun üstü təşdir deyə. Biz bunu yazmalıyıq. 2pi bölək x-in qabağında duran m-3-ün moduluna. m-3 modulda. Bunun dövrünü verir pi bölək 5. Sadələşdirmələr aparsaq modulda m-3 bərabərdir 10 alırıq. Buradan m bir dəfə 13 olur, bir dəfə də mənfi 7. Sonra keçdik digərinə. Digərində isə x-in qabağında m plus 2 durur və tangensdir. Tangensin də dövrü pidir. Pi bölünsün modulda n üstəgələk 2 bərabərdir pi böl 7 verir. Pilər ixtisar gedəndə qalır modulda n üstəgələk 2 bərabərdir 7-yə. Buradan n bərabər 5 və n bərabərdir. Deməli, mənfi 9 alırıq. M plus n cəminin ən kiçik qiymətini istəyir. Mən də ən kiçik olması üçün ikisini də mənfi götürürəm. Mənfi 7, mənfi 9. Toplayanda eləyir mənfi 16. Sonra baxaq 21-ci suala. Hansı ifadələr doğrudur? 21-ci sual. Bizə daha doğrusu 45 və 90 aralığında kosinus, tangens, sinus və kotangens bunların müqayisəsini istəyir. Bunu da bir neçə üsulla müqayisə edə bilərik.
Üsullardan biri budur ki 45 və 90 arasında hər hansı bir bucaq götürməklə, misal üçün bizə məlum olan 60 dərəcə götürməklə yerlərinə yazaraq rahatlıqla müqayisə edə bilərik əgər imtahandayıqsa. Amma belə izahlı öyrənmək istəyiriksə, necə ki sualın əvvəlində bir dənəsi var idi, vahid çevrə üzərinə müqayisə etdik, elə müqayisə edə bilərik. Deməli, bir dənə vahid çevrə çəkirəm. Bu olsun bizim vahid çevrə. Radiusu 1-ə bərabərdir. Və bu da 45-dən böyük, 90-dan kiçik bir bucaqdır. Buraya yazıram alfa bucağı. Və buradan düzbucaqlı üçbucaq yaradıram. Burada yazıram beta bucağı. Bizə verib ki, daha doğrusu bu alfa olmasın, bu x-dir. Çünki deyir şərtdə x 90-dan kiçik, 45-dən böyük olmalıdır. Düzbucaqlı üçbucaqdır deyə, onda o biri bucaqsa 0-dan böyük, 45-dən kiçik olmalıdır. Biri 45-dən böyüksə, digər 45-dən kiçik olmalıdır. Bura yazaram A, bura yazaram B. Burada 1'dir. İndi birinciyə baxaq. Birincidə deyir ki, kosinüs x. Yəni kosinüs x nə deməkdir? Bitişik kateti bölürəm. Bu birincidir. Bölürəm hipotenüzə. Kiçikdir sinüs x. Sinüs x nə deməkdir? Qarşı katet bölək hipotenüs. Və biz də həndəsədən bilirik ki, böyük bucaq qarşısında böyük tərəf durmalıdır. Beta kiçik bucaq olduğundan betanın qabağında duran A, betanın qabağında duran A, alfanın qabağında duran B'dən kiçik olmalıdır. Yəni bu şərti bilirik. Yadımızda saxlayırıq və ölçü olduğundan bunların hər ikisi 0-dan böyükdür. Və biz birincidən fikir verin, A kiçikdir B aldıq. Deməli ödədi də biz yazdığımızı. Deməli birinci doğrudur. Sonra gəldik ikinciyə. İkincidə deyir ki, tangens x. Tangens x nə deməkdir? B bölək A. Kiçikdir sinüs x. Sinüs x nədir? B bölək 1. Buradan B'ləri ixtisar aparsam, tərsinə çevirsəm A böyük 1 alıram. Yəni bərabərsizlikdən bilirik. Tərsinə çevirəndə işarələr dəyişməlidir. Bərabərsizliyin işarəsindən söhbət gedir. A böyük 1 alırıq. Katet 1-dən böyük ola bilərmi? Xeyr, hipotenüzün özü elə 1-ə bərabərdir. Onda belə çıxır ki, bu ikinci səhvdir. Sonra baxaq üçüncüyə. Üçüncüdə verilib ki, kotangens x. Kotangens nə deməkdir? Bitişik kateti bölürük hipotenüzə. Kiçikdir kosinüs. Kosinüs nədir? A-nı bölürük 1-ə. Buradan A-ları ixtisar aparıb tərsinə çevirsəm B böyük 1 alıram. Yenə eyni qaydada katet 1-dən böyük deyil. Deməli bu da səhvdir. Sonra baxaq dördüncüyə. Dördüncü verib kotangens x. Kotangens nə deməkdir? A-nı B-yə bölmək. Kiçikdir tangens x. Tangens nədir? B-ni A-ya bölmək. Bunu çarpaz vursaq, niyə çarpaz vururam onu da deyək. Çünki A və B müsbətdir, işarələri biliriksə biz rahatlıqla vurub bölə bilirik bərabərsizlikdə. Əgər bilmiriksə xeyr. Bunlar ölçüdür deyə A və B-ni bilirik artıq. Yazıram A kvadrat kiçikdir B kvadrat. Buradan kökə salsaq A kiçikdir B. Və biz də şərtdə demişdik ki, A B-dən kiçik olmalıdır. Deməli bu da doğrudur. Cavab olur burada 1 və 4. A variantı. Sonra baxaq növbəti 22-ci suala. 22-ci sualda ABC düzbucaqlı üçbucağında BC perpendikulyardır. Deməli həmin şəkili buradan çəkək biz. Bura A'dır, bura D'dir, bura B'dir. Bu perpendikulyardır, bura C'dir. Bunlar bir-birinə bərabərdir. BC AB'yə perpendikulyardır. BC'ni veribdir 12. Buraya yazdıq 12. BD-ni verib 5. Aydın məsələdə bura olur 13. Pifagor ədədlərdir. 5, 12, 13. Və bu da 13 bərabər olur. Kotangens alfanı tapın. Bura alfa yazsaq. Yazıram kotangens alfa bərabərdir. Bitişik katet. Bitişik nədir? 18. Hipotenüs, daha doğrusu qarşısındakı katet nədir? 12. Hər tərəf 6-ya bölsək alarıq 3 bölə 2. Bu deyilir 1/5 A variantı. Sonra baxaq 23-cü suala. Deməli 23-cü sualda da yenə bir dənə düzbucaqlı üçbucaqdır. Buradan bir hündürlük endirib. Bura yazıram A, D, B və C. Üçbucağında ACB 90 dərəcədir. CD perpendikulyardır AB. AD-ni verib 2. DB-ni də verib 8. Bura bir H yazsaq. Biz bilirik ki, H-ın kvadratı bərabərdir 2 vuraq 8-ə. Buradan H-ı tapırıq 4. Deməli bura yazdım 4. Və bizdən tangens betanı istəyir. Bura yazıram beta. Tangens beta nəyə bərabərdir? Qarşı katet böl hipotenüs. Daha doğrusu qarşı katet böl bitişik katet. 4 böl 8. Bu da eləyir 2-də 1. C variantı. Sonra baxaq 24-cü suala. Funksiyasının qiymətlər çoxluğunu tapın.
Y bərabərdir tangens x üstə gələş kotangens x. Desəm ki, əgər tangens x və kotangens x hər ikisi də müsbət qiymətlər alsın, sıfırdan böyük. Onda belə çıxır ki, mən buna koşu bərabərsizliyini tətbiq edə bilərəm. Yəni 2 dənə verilmiş ədədi ortası həmişə həndəsi ortasından böyük və ya bərabər olur. Onda yazıram tangens x üstə gələş kotangens x bölək 2 böyükdür, bərabərdir. Kök altında tangens x vuraq kotangens x. Bu da ki, kökün altında da tangens kotangensə vuranda 1 eləyir. Kökdən də 1 çıxır. Deməli, bura 1'dir. Hər tərəf 2'yə vursam, alıram ki, tangens x üstə gələş kotangens x böyük bərabər 2. Bu tangens x və kotangens x-in sıfırdan böyük halına uyğundur. Desəm ki, əgər hər ikisi sıfırdan kiçikdir, tangens x və kotangens x kiçikdir 0. Onda aydın məsələdə bu belə olur. Tangens x üstə gələş kotangens x bölək 2 kiçik bərabərdir mənfi kök altında. Bunların hasili tangens x kotangens x'in hasili. Buradan da alırıq tangens x üstə gəl kotangens x kiçik bərabərdir mənfi 2. Deməli, biri olur 2-dən müsbət sonsuzluğa. Buradan almışdıq. 2-dən müsbət sonsuzluq. Birləşməlidir mənfi sonsuzluqdan mənfi 2'yə kimi. Bunu da veribdir B variantında. Sonra baxaq 25-ci suala. Münasibətlərdən hansılar üçün heç bir alfa üçün ödənmir? 25-ci sual. Deməli, sinus alfa verib sinus alfa bərabərdir. A üstə gələş B bölək 2 kök altında AB. Deməli, A və B müsbətdir. Yeni fikir verirsinizsə, koşu bərabərsinə görə alfa A üstə gələş B bölünsün 2 böyük bərabər idi. Deməli, 2 deyildi daha doğrusu kök altında AB. Yəni buradakı A üstə gəl B-nin bölürük 2'yə birbaşa işarəliyim elə. Baxın, bax bu ifadə ki var. Onun ən kiçik qiyməti elə kök altında AB-dir. Yerinə yazanda kök altında AB bölü kök altında AB. Bunlar da gedir 1 olur. Deməli, bunların bərabər olması üçün A bərabər B olmalıdır. A bərabər B halında heç birdir alfa bizə şərtdə fikir verir. Mötərizənin içində verib A B-yə bərabər ola bilməz. Onda belə çıxır ki, bunun ən kiçik qiymətini yaza bilmərik. Bunlar bərabər olmur. Onda həmişə sürət məxrəcdən kiçik olur. Daha doğrusu böyük olur. A üstə gəl B bölü 2 kök altında AB-dən həmişə böyükdür. Böyükdürsə onda belə çıxır ki, sürət məxrəcdən böyük olduqda, baxın bunu yazıram belə. A üstə gəl B bölü 2, burada da yazıram kök altında AB. Sürət məxrəcdən həmişə böyüksə, onda bu ifadənin qiyməti həmişə 1-dən böyükdür. Sinus 1-dən böyük ola bilərmi? Xeyr. Sonra gəldik ikinciyə. İkincidə də tərsidir. Fikir verirsə, kosinus alfa bərabərdir. Kök altında AB. Burada yazıram A üstə gəl B bölü 2. Fikir verirsə, məxrəc, yəni ədədi orta, həndəsi ortadan böyük olmalıdır. Bunların bərabərlik şərti yoxdur deyə bərabər olmur. Məxrəc sürətdən böyükdürsə, onda bunun kiçik yəni 1-dən kiçik olmalıdır. Deməli, bu doğrudur. Ödənir. Bizə ödənməyənlər lazımdır. Deməli, hələ ki biz birini tapışıq. Sonra baxaq 3'ə. 3'də də eyni sualdır. Yazıram tangens alfa bərabərdir. A üstə gəl B bölünsün 2. 2 kök altında AB. Tangensdə biz bilirik ki, fərq eləmir. Qiymət 1-dən böyük oldu, 1-dən kiçik oldu. Yəni burada A və B-yə nə yazsaq, mənfi sonsuzluq, müsbət sonsuzluq aralığında qiymətlər alırıq. Deməli, bu ödənir. Sonra baxırıq 4-cüyə. 4'də verir sinus alfa üstə gələş kosinus alfa. Tangensi açıram sinus alfa bölü kosinus alfa kimi. Kosinus alfalar gedir və qıraqdan yazıram. Kosinus alfa fərqlidir 0. Çünki məxrəcdəydi. Buradan alıram, daha doğrusu bunu 2 verib. Alıram ki 2 dənə sinus alfa bərabər 2'yə. Sinus alfa bərabər 1. Sinus alfa 1 ola bilərmi? Xeyr. Avtomatik kosinus 0 olacaq orada. Deməli, bu da ödənmir. Baxdıq 5-ci suala. Tangens alfa üstə gəl kotangens alfa bərabərdir kök 2'yə. Tangens alfa üstə gəl kotangens alfa. Biz bayaqlarım dedik. Bu böyük bərabər olmalıdır 2'dən.
koşu bərabərsizliyinə görə hansı sual idi? Bundan qabaq izah etmişdik. Baxın 24-cü sual. Dedik bunların ikisi də müsbət olanda 2-dən böyük olmalıdır. Bizdə A ilə B-ni də müsbət verib. Bunlar 2-dən böyük olmalıdır. Yəni böyük bərabər olmalıdır. Kök 2 də 2-dən kiçik bir ədəddir. Yəni 2-dən böyük olmalıdır və ya da mənfi 2-dən kiçik olmalıdır. 2 və mənfi 2 arasında yerləşə bilməz. Deməli bu da doğru deyil. Cavab olur burada 1, 4, 5 E variantı. Sonra baxaq 26-cı suala. 26-cı sualda nə istəyir bizdən? Funksiyanın qiymətlər çoxluğunu tapın. Yazıram y bərabərdir 6 sinus x kosinus x. Tangensi yazaq sinus x bölək kosinus x. Vuraq. Kotangensi yazaq kosinus x bölək sinus x. Kənardan yazıram ki kosinus x sinus x fərqlidir 0. İxtisarlara aparıram. Qalır 6 sinus x kosinus x. Bu da bərabərdir 3 dənə sinus 2x-ə. Sinus 2x-in də qiymətlər çoxluğu mənfi 1-dən müsbət 1-ə qədərdir. Deməli 3 yerinə yazanda alırıq mənfi 3-dən müsbət 3-ə kimi. Amma bu belə deyil. Çünki burada biraz diqqətli olmaq lazımdır. Sinus 2x-in qiymətlər çoxluğu mənfi 1 müsbət 1. Bunun ucu nöqtələri ödənir. Amma aradakı 0 ki var. Yəni sinus 2x bərabər 0 olduqda deməli onda 2x bərabərdir sinusun 0 olduğu yerlər pnlərdir. Hər tərəf 2-yə bölsəm x bərabərdir pn bölünsün 2 alırıq. Yəni bu deməkdir ki 0, 90, 180, 270, 360 və 90 arta gedir. Yəni bu şəkildə buralarda sinus 0 olur. Yəni bu qiymətləri də alır da, belə deyim. İndi bu bucaqlar 90, 180 falan ola bilərmi? Xeyr. Biz yuxarıda demişdik kosinus və sinus 0-dan fərqli olmalıdır. Misal üçün 0 dərəcədə sinus 0 olacaqdır. 90-da kosinus, 180-də sinus. Yəni onda belə çıxır ki biz 0-ı almamalıyıq. Bu belə olmalıdır. Mənfi 1-dən 0-a kimi birləşdi. 0-dan qayıtdı müsbət 1-ə kimi. Burada da 3 var əvvəldə. Hər tərəf 3-ə vursam alaram mənfi 3-dən 0-a kimi birləşir. 0-dan 3-ə kimi. Cavab olur deməli burada A variantı. Düzdür, burada buranı biraz səhv veribdilər. Yəni bu belə olmalıdır bir tərəf. Cavab olur A variantı. Sonra baxaq funksiyasının qrafik aşağıdakılardan hansıdır? Tangens x funksiyasının 27-ci suala baxırıq. Y bərabərdir modulda tangens x. Bunun qrafikini çəksək, deməli, mənfi pi bölü 2, müsbət pi bölü 2 aralığında qrafiki bu şəkildədir. Bura olur mənfi pi bölü 2. Bu asimptotda müsbət pi bölü 2-dir. Fikir verirsə burada modula salıb. Modula salmaq nə demişdir? Bunun mənfi hissəsi simmetrik qatlanmalıdır yuxarıya doğru, müsbətə doğru. Deməli bunun qrafiki bu bir tərəfi qırmızı, bir tərəfi də göy xətlə verdiyimiz və yaxud da ümumi sarı ilə versək belə olmalıdır. Baxaq görək variantlarda varmı elə bir şey? B variantında verilibdir. Cavab olur burada B variantı. Sonra baxaq 28-ci suala. İfadəsinin müsbət qiymətini tapın. 28-ci sual. Tangens deməli üstündə 4 alfa üstə gələk kotangensin üstündə 4 alfa bərabər 47-yə. Olarsa tangens alfa çıx kotangens alfa müsbət qiymətini tapın. Gəlin buna bir dənə A yazaq. Kvadrata yüksəltsəm, bunu bir dənə kvadrata yüksəltsək, alarıq tangens kvadratı alfa. Buradan kənardan yazıram A bərabər sual bizə A lazımdır. Üstə gələk kotangensin kvadratı alfa çıxaq 2 tangens alfa kotangens alfa bərabərdir A kvadrat. Tangensin kvadratı alfa üstə gəl kotangensin kvadratı alfa. Bu hissə bizə 1 verir. 2-yə də vuranda 2 eləyir. Sağa da keçirdirəm olur A kvadrat üstə gəl 2. Sonra gəlin bunu
bir də kvadrata yüksəldək. Buranı bir də kvadrata yüksəldirəm və sağ və sol tərəf. Alıram tangens üstü 4 alfa. Bunu biraz sərgəli yazım. Tangens üstü 4 alfa. Üstə gəl kotangens üstü 4 alfa. Üstə gələk 2 tangensin kvadratı alfa. Kotangensin kvadratı alfa bərabərdir. A kvadrat üstə gəl 2-nin mötərizə kvadratı. Buradan bu ifadəni bizə veribdir. 47. Yerinə yazıram 47. Üstə gələk. Bu da 1 eləyir. 2-yə də vuranda üstə 2 gəldik. Bərabərdir. Oldu belə. A kvadrat üstə gəl 2-nin kvadratı. Aldıq 49 bərabərdir. A kvadrat üstə gəl 2-nin kvadratı. Onda aydın məsələdir ki, A kvadrat plus 2 bərabərdir 7 imiş. Buradan A kvadrat bərabərdir 5 alırıq. A-nın da müsbət qiyməti eləyir kök altında 5. Yəni müsbət kök altında 5. Deməli cavab olur A variantı. Baxaq növbəti 29-cu suala. Əsas dövrü veribdir. Pi bölü 7 olarsa A parametrin ala biləcəyi qiymətlərin cəmini tapın. 29-cu sual. Bunun dövrü nəyə bərabərdir? Pi bölək. X-in qarşısında nə durur? A minus 5. Təbii ki modulda. Bərabərdir pi bölü 7-yə. Buradan pilər ixtisar gedir. Qalır modulda A minus 5 bərabər 7-yə. Buradan A minus 5 bir dəfə 7 olmalıdır. A-nı 12 tapırıq. Bir dəfə də A minus 5-i mənfi 7-yə bərabər götürürük. A-nı tapırıq mənfi 2. Biri mənfi 2, biri də müsbət 12. Cəmi də eləyir 10. Sonra 30-cu sual. Əsas dövrünü veribdir və funksiyasının əsas dövrünü istəyir. Bunu belə yaza bilərik. Kosinüsü və üstü tək ədəddir, yəni 1-dir. Onda yazırıq 2pi bölək modulda. X-in qarşısında nə durur? Pi A bölək 3. Bərabərdir, dövrünü verib 3. Çarpaz vursaq modulda pi A bölək 3 bərabərdir 6 pi alırıq. Buradan deməli pi bölü 3-ü kənara çıxardıram. Çünki pi bölü sonsuzda müsbət ədəddir. Vuraq modulda A bərabər 6 piyə. Buradan modulda A bərabərdir. Bu pilər ixtisar gedir. Tapıram 18. Modul A-nı tapdıq 18. Funksiyasının əsas dövrünü istəyir. J-X-in əsas dövrü nə olar? Pi bölək modulda X-in qarşısında nə durur? Pi A. Yazıram pi A. Bizə bu lazımdır. Pi bölək. Burada da pi var. Pini çıxarıram kənara. Onsuzdakı pi müsbətdir. Modula qalır. Modulanda 18 tapmışıq. Yerinə yazıram 18. Vay vay vay. Burada səhvlik eləmişik əvvəldə hesablamada. Deməli, bunu hesablayanda bu belə olur. 2 pi bölək. Pi bölək 3. Vuraq modulda A bərabər 3-ə pilər gedir. Buradan modulda A deməli bərabər olur 2-yə. Biz bəyəklərin tənasüb kimi həll edəndə səhv hesablamışıq. Sonra o birisində də deməli olur belə pi bölək modulda pi A. Bu da bərabərdir pi bölək. Qalır pi vuraq modulda A. Pilər ixtisar gedir. Modul A-nın da yerinə 2 yazanda olur 2-də 1. Bu da 0,5 deməkdir. Cavab olur 0,5. Sonra baxaq 31-ci suala. Funksiyasının mümkün ən böyük mənfi qiymətini alarsa bu ifadəsinin qiymətini tapın. Y bərabərdir tangens x üstə gələk. Kotangens x deyilə. Elə kotangens yazmayaq, elə burada veriləni yazaq. Tangens x. Mümkün ən böyük qiymət. Burada yazıram 1 bölək tangens x. Daha doğrusu 1 bölək tangens x. Yenə ədədi orta, həndəsi ortadan böyük qiymətini nəzərə alırıq. Deməli, burada nətər olur? Burada ikisə mənfidir deyə, onda yazırıq tangens x. Mümkün ən böyük qiyməti mənfi qiymətindən söhbət gedir. Üstə gələk 1 bölü tangens x. Kiçikdir, bərabərdir mənfi 2 kök altında tangens x. Kotangens x. Bu koşu bərabərsizliyindən gəlir. Daha doğrusu koşu bərabərsizliyidir. Bura 1-dir. Deməli, bu tangens x. Üstə gələk kotangens x. Da bir də 1 bölü tangens yazmıram, eyni şeydir. Kiçik bərabərdir mənfi 2. Ən böyük qiyməti mənfi 2-dir. Və bu mənfi 2-dir alır. Mənfi 2-ni alması üçün bu tangens x bərabər kotangens x olmalıdır. Deməli, bunların bərabərliyi ödənməlidir. Bunlar da bərabərliyi ödənirsə, buradakı x bərabərdir 45 dərəcə üstə gələk. Pi bölünsün. Yəni 45 dərəcə üstə gələk 90 K olmalıdır da bir sözlə.
belə olmalıdır. Pi k bölünsün 2. Yəni bizə nə lazımdır? Bu ikinci rübə düşməlidir. Cəm mənfi 2 olması üçün. Onda buradakı x 135 dərəcəymiş. Həqiqətən 135 dərəcədə biri -1, o birisi də -1 toplayanda eləyir -2. İfadənin qiymətini tapın. Deməli, -1 üstü 6 eləyər müsbət 1, -1 üstü 6 eləyər müsbət 1. Bunlar da toplayanda eləyəcəkdir 2. Cavab olur 2. Sonra baxaq 32-ci suala. 32-ci sualda verib əsas dövrü. Yəni bizə dövrlər lazımdır. A variantının dövrü nə eləyir? Deməli, pi bölək 2-də 1. Bu da eləyir 2pi. Çünki x-in qarşısında 2-də 1-dir. Birində 4-dür, biri 2-dir. Digəri 3-də 2-dir. Digəri 3-də 1-dir. Deməli, bura eləyir 2pi. Bu uyğundur ikinciyə. Sonra o birisi 2pi böl 4 eləyir. Bu da pi böl 2 deməkdir. Bunu da veribdir birincidə. Sonra o birisi 2pi bölə 2 deməkdir. Bunlar gedir qalır pi. Əsas dövrü pi deyil. Xeyr, yoxdur elə bir şey. Digərində 2pi bölə 3-də 2. 2-lər gedir qalır 3pi. Deməli D variantı bura uyğundur. O birisində 2pi, daha doğrusu 2pi deyil, tangens deyə yazırıq pi bölü 3-də 1. Buradan da alırıq 3pi. E variantında bura yaza bilərik. Deməli, birinciyə uyğun oldu B, ikinciyə uyğun oldu A və üçüncüyə uyğun oldu D, Y. Görək C variantında pi bölünsün 2-2'lər getdi pi. C variantında kotangensi, bunu mən kosinüs kimi görmüşəm. Bu kotangensi olduğuna görə bu 2 olmur burada. Pi bölü 2 qalır. Pi bölü 2 də A variantının birincidə verilibdir. Deməli C-ni buraya yaza bilərik. Sonra baxaq 33-ə. Sinus yenə dövrü olur. Birincidə olur 2 pi bölək 3-də 4. Bu da eləyir. Bundan bu getsə 2. Alırıq 2-də 3 pi. Buna uyğundur A variantı. Sonra tangensdə yazırıq pi böl 3-də 2. Bu da eləyir 2-də 3 pi. Buna uyğundur B variantı. Sonra o birisi eləyir 2 pi bölə 2. 2-lər gedir qalır pi. Deməli olur C variantı. Sonra D variantında kotangens deyə pi böl 2-də 1. Bu da eləyir 2 pi. Bura uyğundur D variantı. Sonra E variantında da aydın məsələ ki 2 pidir. Bir də E variantını buraya yazırıq. Sonra baxaq 34-də funksiyalar üçün uyğunluğu müəyyən edin. Deməli, birinciyə baxaq 34-də birinciyə. Birincidə verib y bərabərdir 2 sinus x. Sinusun qiymətlər çoxluğu -1 müsbət 1-dir. Yerinə yazanda bunun minimum qiyməti -2, maksimum qiyməti müsbət 2 olur. Maksimum qiyməti, ən böyük qiyməti 2-dir. C variantını buraya yaza bilərik. Period da aydın məsələ. X-in qabağında 1-dir və yaxud da sinus x-in periodu 2 pidir. A-nı da yazırıq yerinə. Sonra gəlirik 2-yə. Kosinus 2x. Bunun da qiymətlər çoxluğu -1 müsbət 1-dir. Ən kiçik qiyməti -1-dir. E variantını yazırıq. Periodu isə 2 pi bölək 2-dir. Bunlar gedir qalır pi. Periodu pi D variantına verilib. Gəldik 3-cüyə. 3-cüdə tangens x böl 4-dür. Bunun periodu, daha doğrusu qiymətlər çoxluğu eləyir mənfi sonsuzluq, müsbət sonsuzluq variantlarda yoxdur. Periodu isə pi bölək 4-də 1-dir. Bu da eləyir 4 pi. B variantında yazırıq 3-cüyə. Sonra deməli, baxaq növbəti 35-ci suala. Uyğunluğu müəyyən edin. 35-ci sual. Y bərabərdir -3 kosinus x. Kosinus x-in qiymətlər çoxluğu -1 müsbət 1-dir. -3-ə də vuranda eləyir -3 müsbət 3. Ən böyük qiyməti 3-dür B variantı. Sonra periodu nə eləyir bunun? Periodu da 2 pidir. Period 2 pidir. E variantına yazırıq bura. Gəldik ikinciyə. Y bərabərdir 2 sinus 2x. Bunun qiymətlər çoxluğu sinusunki -1 müsbət 1-dir. 2-yə də vuranda -2 müsbət 2 alırıq. Ən böyük qiyməti 2, ən kiçik qiyməti -2. D variantı var. Perioddakı 2 pi böl 2 deməkdir. X-in qarşısındakı 2-dir. Burada qalır pi. Periodu pi A variantı. Yerdə qalır
deməli C variantı. C variantında o birisini aid edə bilərik. Period bəli, kotangensdə pi bölü 2-sinin qarşısında 4-dür. Funksiyalar üçün uyğunluğu müəyyən edən 36-cı sual. Yəni periodlara baxmaq lazımdır. Birincidə eləyir 2 pi bölü 2. Buradan 2'lər gedir, qalır pi. B variantını yaza bilərik birinciyə. Sonra ikinciyə 2 pi bölək 1. Bu da eləyir 2 pi. A variantını yazırıq 2-yə. Üçüncüdə pi bölək x-in qarşısında pi'dir. Pi'lər gedir, qalır elə 1. D variantında yazarıq bura. Ən böyük qiymət 3'dür. Kosinusun ən böyük qiyməti 1'dir. Ən kiçiyi də mənfi 1'dir. Yerinə yazanda 3'ə də vursaq mənfi 3 müsbət 3 alırıq. C variantını yazırıq birinciyə. İkincidə də mənfi 1 müsbət 1'dir sinusun qiymətlər çoxluğu. 2'yə vuranda alırıq mənfi 2 müsbət 2. Ən böyük qiyməti 2, ən kiçik mənfi 2'dir. E variantı yazdıq 2'yə. Sonra baxırıq 37-ci suala. Funksiyalar üçün uyğunluğu müəyyən edin. Periodlara baxsaq əvvəlcə 2 pi böl 3'dür. E variantı. Birinciyə yazırıq E variantını. İkincidə 2 pi böl 2'dir. 2'lər gedir, qalır pi. C variantını yazırıq bura. O birisində də pi bölək pi. Pi'lər gedir, qalır 1. A variantını yazdıq bura. Bunun maksimum qiyməti 1'dir. Mənfi 2'yə vursaq eləyərik mənfi 2. Ən kiçik qiyməti mənfi 1'dir. Yəni bir sözlə mənfi 1 müsbət 1 aralığında qiymət alır. 2'yə də vursaq mənfi 2'yə. Alarıq mənfi 2 müsbət 2 qiymətləri. Müsbət 2 ən böyük qiyməti olur. Cavab olur D variantı birincidə. Sonra o birisində də mənfi 1'ə vuranda mənfi 3 alırıq. Aydın məsələdir. B variantında yazarıq 2'yə. 38-ci suala baxaq. Uyğunluğu müəyyən edin. Birincidə verib modulda sinus alfa bərabərdir sinus alfaya və kotangens alfa kiçikdir 0. Əgər moduldan olduğu kimi çıxıbsa, onda belə çıxır ki, sinus alfa müsbət imiş və ya da 0 imiş. Kotangens alfada kiçik 0 verir. Deməli, sinusun müsbət, kotangensin mənfi. Bu ikinci rübün buzağıdır. Deməli, 1'ə uyğundur C variantı. Və biri müsbət, biri mənfi bir-birinə vuranda, daha doğrusu heç bunu verməyib. Sinus kotangensə vurmağı verməyib. Yaxşı, C variantını yazaq, hələ ki qalsın. Sonra baxaq ikinciyə. İkincidə deyir modulda tangens alfa bərabərdir tangens alfaya və sinus alfa kiçik 0. Yenə olduğu kimi çıxıbsa, yazırıq tangens alfa böyükdür 0 və ya da bərabərdir 0. Tangens müsbət, sinus alfası mənfi. Tangensi müsbət, sinusu mənfi. Üçüncü rübün buzağıdır. Üçüncü rübün bucağı A variantında veribdir. A-nı da yazırıq bura. Deməli, A-nı yazmışıq, C-ni yazmışıq. Sonra baxırıq üçüncüyə. Üçüncüdə deyir modulda kosinus alfa bərabərdir kosinus alfaya və sinus alfa kiçikdir 0. Moduldan olduğu kimi çıxıbsa, yenə kosinus alfa böyükmüş. Kosinusu müsbət, sinusu mənfi. Kosinusu müsbət, sinusu mənfi 4-cü rübün buzağıdır. 4-cü rübün bucağını da verməyibdir. Yaxşı, sonra nə var? Sinusu kosinusa vurmaq. Sinusu kosinusa vuranda mənfi alırıq. Biri müsbət, biri mənfi deyə. B-ni də yaza bilmirik bura. Sonra baxaq, D-də deyir tangens alfa. Biz müəyyən etmişdik ki, bu 4-cü rübdür və 4-cü rübdə tangens alfada. Buradan yazıram, tangens alfada mənfidir. Və deyir tangensi sinusa vuranda 2 dənə mənfini bir-birinə vuranda müsbət edir. Deməli, D variantında bura yaza bilərik. 1'ə C, 2'yə A, 3'ə D aldıq. Deməli, D-ni yazıram. Sonra baxaq görək B hansınasa uyğun gəlirmi? A variantında sinus müsbət idi, kotangens mənfi idi. Və bu sinusun müsbət, kotangensi mənfi olan hissə ikinci rübün bucağı idi. İkinci rübdə kosinus alfa mənfi idi. Sinusun müsbət, kosinusu mənfi bir-birinə vuranda eləyir, deməli, mənfi. Belə bir şey yoxdur. Sonra başqa nə var? Gəl görək ikincidə nə idi? İkincidə tangensi müsbət, sinusu mənfi. Bu da tangensi müsbət 3-cü rüb, sinus da mənfi 3-cü rüb. Bəli, 3-cü rüb idi bu. 3-cü rübdə kosinus alfa kiçikdir 0. Sinusu kosinusa vursaq müsbət alarıq. Deməli, ikinciyə B-ni də yaza bilərdik. Deməli, B-ni də yazdıq. Qaldı E variantı. Alfa 1-ci rüb uzaqdır. Belə bir şey yox idi. Baxdıq 39-cu suala.
39-cu sual da eyni tip sualda. Modulda kosinüs alfa bərabərdir kosinüs alfaya. Onda belə çıxış kosinüs alfa müsbət imiş. Sonra tangens alfanı da verib müsbət. Yazıram aşağısına. Tangens alfa müsbət. Kosinüsü müsbət, tangensi müsbət. Bu birinci rüb bucağıdır. Və orada sinusu da müsbətdir. Kotangensi də müsbət. Birinci rüb bucağı E variantına verilibdir. Sinusu tangensə vurana müsbət eləyir. Bəli, doğrudur. İkisi də müsbətdir deyə vurana müsbət eləyir. Deməli, B və Y-ni yazdıq. Sonra gəldik ikinciyə. İkincidə deyir ki, modulda kotangens, deməli, kotangens alfa bərabərdir kotangens alfaya. Onda belə çıxır ki, kotangens alfa böyükmüş sıfırdan və sinus alfa da böyük kiçik sıfır verib. Kotangensi müsbət, sinusu mənfi olan isə 3-cü rübün bucağıdır. 3-cü rübdə kosinus alfanı kiçik sıfır olduğunu bilirik və tangens alfanın da böyük sıfır olduğunu bilirik. Bu 3-cü rübün bucağıdır. A variantını yazırıq. Deməli, D variantında deyir tangens kotangensə vurana mənfi eləyir. Xeyr, belə bir şey yoxdur. İkisi də müsbətdir deyə bir-birinə vuranda müsbət eləməlidir. Sonra gəldik 3-cüyə. 3-cüdə də deyir ki, modulda sinus alfa bərabərdir sinus alfaya və kosinus alfa kiçik sıfır. Buradan aydın məsələ, sinus alfa böyük sıfır olmalıdır ki, modulda müsbət çıxsın. Və kosinusu da mənfidir. Kosinus alfa da kiçikdir sıfır. Bu ikinci rübün bucağıdır. İkinci rübdə tangens alfa kiçik sıfır və kotangens alfa da kiçikdir sıfır. İkinci rübün bucağıdır. C variantını yaza bilərik. D variantında tangens alfa vur kotangens alfa kiçik sıfır. Xeyr, 2 dənə mənfidir. Bir-birinə vuranda müsbət eləyir. Deməli, D-ni heç birinə yazmırıq. Gəldik növbəti 40-cı suala. Funksiyaların kəsişmə nöqtəsindən, deməli 40-cı sual, 0 pi bölü 2 aralığında kəsişmə nöqtələrini tapaq. Tangens x kəsişmə nöqtələrindən deyir ki, apsis oxuna qədər məsafəni tapın. Bunları bərabər edirik kəsişmə nöqtəsini tapanda. Bunlar da bərabər olduğu hissələr 45 dərəcələrdir. Yəni x bərabər 45 dərəcə yazıram. 90 dərəcədən böyük ola bilmir və 0 dərəcədən kiçik ola bilmir deyə period üzərinə gəlmirik. Və yaxud da yarım periodu gəlməməliyik. Yəni pi bölü 2, pi-k bölü 2-lər olmalıdır periodu. Sonra görək nə deyir. Bizə əsas önəmli olan yer ora deyil. Qrafikin kəsişmə nöqtəsindən apsis oxuna qədər məsafəni tap. Bunların qrafiklərini çəkirik. Deməli, birinin qrafiki belədir, tangens x-in. Digərininki isə bu şəkildədir. Deməli, bunu biraz düz çəkək. Digərinin də qrafiki bu şəkildədir. Bunların kəsişmə nöqtəsi bura düşür. Və bura 45 dərəcədir x-in üzərində göstərəndə. Bizə deyir kəsişmə nöqtəsinin x-ə qədər olan məsafə. Buranı istəyir. Yəni bu y-in qiymətidir. Onda biz x-in yerinə 45 yazdıqda bu tangens x və kotangens x 1 olur. Yəni bunların kəsişmə nöqtəsi y-i 1 olan nöqtədir. Və bu məsafə də 1-ə bərabərdir. Demək 40-cı sualda da cavab eləyir 1. Sonra baxaq 41-ci suala. 41-ci sual da eyni tip sualdır. Elə şəkil varkən üzərində izah eləyək. Bizə deyir ki, mənfi pi bölü 2 0 funksiyalar aralığında, deməli bunu biraz geri qaytarırıq. Aha, birinin qrafiki belədir. Digərini isə mənfi pi bölü 2 0 aralığında çəksək, olar bu şəkildə. Bu da kotangens x-dir. Bunların kəsişmə nöqtəsi buradır və burada aydın məsələ ki, mənfi 45 olacaqdır. Mənfi 45-də bunlar da alır mənfi 1. Kəsişmə nöqtəsindən apsis oxuna qədər məsafə, yəni bizdən istədiyi bu sarı ilə göstərdiyim məsafədir. Bu da bura bərabərdir. Məsafə də mənfi 1 olmur deyə müsbət 1 götürəcəyik. Burada cavab olur müsbət 1. Yəni biz bilirik ki, məsafə müsbət olmalıdır. Belə videonu burada yekunlaşdırıram. Davamlı olması üçün şərh bölməsində fikirlərinizi bildirə bilərsiniz və videonu bəyənməyi də unutmursunuz. Sağ olun, növbəti videolarda görüşənədək.